Yaz aylarında burun axma, öskürək kimi simptomların adi qrip, yoxsa allergiya olmasını müəyyənləşdirmək bir qədər çətin olur. Həkimlər deyir ki, allergiya zamanı əlamətlər nisbətən fərqlənir. Məsələn, bu zaman öskürək quru şəkildə olur, bəlğəm, qızdırma və güclü halsızlıqlar olmur. Bizim ən çox gördüyümüz allergik xəstəlik allergik rinitdir ki, allergik rinit daha çox bizim tənəffüs yollarına xarakterlikdir. Yəni askırma, bəzən öskürmə, gözlərdə qızartı kimi şikayətlər ön planda olur. Bəzən halsızlıq da ola bilər. Qrip xəstəliyi zamanı isə hər hansı bir respirator virus mənşəli xəstəliklər zamanı isə bu zaman temperaturun olması xarakterlikdir. Bədən ağrıları, xüsusən də bu insanın kəskin halsızlıq, bel ağrıları daha çox müşahidə olunur. Qrip zamanı bədən ağrıları ön planda olduğu halda allergiyaya bu xüsusiyyətlər xarakterik deyil. Allergiyada qriplə müqayisədə askırmalar bəzən tək simptom kimi müşahidə edilir. Qrip zamanı isə askırma ilə yanaşı digər əlamətlər də ön plana çıxır. Müalicə üçün ilk olaraq bu xəstəliyin qrip ya allergiya olduğu müəyyən edilməlidir. Müalicə periodumuz qrip xəstəliyində simptomatik müalicədir. Bəzən də virus əleyhinə müalicə gedə bilər ki, allergik rinitdə isə mütəmadi olaraq bu insanların allergiya əleyhinə dərmanlar istifadə etməsi, istər lokal, istər sistemik şəkildə antiallergik dərmanlar istifadə etməsi bu xəstələr üçün yetərlidir.